Demək, Yıldız yazıb ki, Allah sizi pis insanlardan qorusun, sizi bizə çox görməsin. Səhifəniz pis, paxıl insanlardan qorusun. Amin. Amin gözəl insan. Mənə Allah bu şər insanlardan müdafiə eləsin. Bir dənə şey tanışım sizə. Bir xanım var, müəllimədir. Sumqayıtda olur. Mən xalqın gözü önündə olduğu üçün reallıqları hamısını demək istəyirəm. Mənim nömrəmi elə bir hansısa bir qrupdan tapıb, məni yığdı ki, yalvardı, yaxardı ki, yəni xəstəyəm də, mən əlləri, ayaqlarında problem var, ximiyalı. Mənə kömək elə, göydə Allah, yerdə sən. Nəysə, çox yalvardı, yaxardı. Nəhayət, deyir ki, bütün həkimlərdən əlim üzülüb də, həm 10 min, 15 min pul tökmüşəm, sağala bilmirəm. Səsləri də var mənim telefonumda. Nəysə, mənə kömək elə. Mən də dayandı Allah üçün, demək, bitkilər falan şəhərdən aldım. Mən Artyomda olam. Artyomdan durub getmişəm şəhərə. Bitkiləri almışam. Axşamüstü getmişəm Sumqayıta. Təsəvvür edin ki, Artyomdan Sumqayıta bir xeyli yoldur. Özü probka. Bəlkə bir 30 manat benzin vurmuşam. Bunun üçün də aldığım bitkilər demək 50 manat pul eləyirdi. Belə də ki, mən fərdi kimsə istəyirsə elə bir 100 manat ödəniş alıram. Çünki mənə neçə saat vaxtım gedir. Ora gedib gəlməyin bəlkə 5 saat vaxt gedib. 2 saat da orada danışmışam, izah eləmişəm hər şeyi. Demək, getmişəm mən 150 manat pul verib, 50 manat bunun bitkiləri idi. Demək, 30 manat benzinə vermişəm, yerdə 70 manat güya mən pul qazanacağam. O da ki, meyvəmə, tərəvəzlərimə verirəm. Mən də xəstədamam da. Bu, oradan mən çıxıb gələndən sonra bu adam məni hər gün yığır. Hasan sağalacam, Hasan sağalacam. Mən hər zaman insanlara deyirəm ki, proqram sərtdir. Çalışın biraz bunu səbirlə eləyin. Bu insan mənə deyir ki, nəsə qarışdırıb ver mənə sağalım, nəsə qarışdırıb ver mənə sağalım. 10 gündür mənə osur deyir, amma isti soyuq su terapiya eləməlisən. Bir həftədir bu adam ləyən tapa bilmir, o yoxlayan termometr deyirlər də, tapa bilmir. 10 gündən də sonra mənə qarğış eləyir ki, yəni sənə halal eləmirəm, neynəmirəm. Mən də dedim, kartu at ki, 75 manat pul. Yarısını götürdüm, atdım ona. Onsuz yola xərcləmişdim, benzin vurmuşdum, 50 manat da bitkilərinə vermişdim. 75 manat atdım özünə, dedim ki, bir də məni narahat eləmə. Nömrəsini də atdım bloka. Yəni, mənə belə insanlar narahat eləməsin. Yəni, fərdi kimsə istəyirsə, normal şəkildə insanlar var. Bax, binədə bir dənə qardaş var, vallahi şah gəldim, apardı özü. O qədər gözəl, mərifətli insanlardır. Bir dəfə başa saldım, vəsə. Aradan mənə yazır, dərhal cavab verirəm elə insanlara. Məni sən normal insanlar, ağlı başında olan insanlar, xəstəliyinə qalib gəlmək istəyənlər, ailəsi üçün yaşamaq istəyənlər, o insanlar narahat eləsin. Belə görüb məni, nəsə qarışdır, mənə ver, sağalım. Belə şey yoxdur. Belə şeylə sağalmaq olmur. Proqramı düzgün şəkildə eləmək lazımdır. Orada isti soyuq su terapiyası var, isti soyuq hava terapiyası var, yürüyüş var, qidaları qarışdırmamaq var, nəfsüzə qalib gəlib. İnsan istəyir ki, illərdir üzərinə, 10 ildə, 15 ildə üzərinə yığdığı xəstəliyi bir gündə, 2 gündə, 10 gündə sağalsın. Bu mümkün deyil. Bunu eləmək heç cürə olmaz. Belə bir şey yoxdur. Bax, belə normal insanlar, siqaret çəkməyən, araq içməyən insanlar məni narahat eləsin, düzgün şəkildə. Açıq heç məşğul olmaq istəmirəm. O qədər mən belə insanlar bezdirir ki, heç mən yaxşılara da kömək istəmirəm. Kömək eləmək istəmirəm. Yəni, insanı yorurlar. Özümə vaxt ayıra bilmirəm, vallahi. Ən yaxşısı odur ki, səhifədən girin, faydalanın. Səhifədə çox şey qoymuşam. Yox, indi kimsə məni məcbur eləyirsə ki, sən mənlə fərdi məşğul olmasan, onda bir miqdar ödəniş alıram. Yəni, çünki mənim də enerjim gedir, mən də tükənirəm, mən də insanam, mənim yenə də deyirəm, meyvə şirələrim var, tərəvəzlərim var. 2 saat, 3 saatdır mən məsələn üçün idmanıma sərf eləyərəm, yürüyüşümə sərf eləyərəm, şirələr çəkib içərəm. Bax, belə də, nə bilim, insanlar qəribədir.